Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahümmə salli ala Muhammed və ali Muhammed. Salamun aleykum və rəhmətullah dostlar, hər vaxtınız xeyir olsun. Vəhhabilərin Allah təbarək və teala ilə bağlı bəzi sözlərinə toxunduq biz və bu nəticəyə gəldik ki, vəhhabilərə görə Allah təbarək və tealanın 2 dənə əli var, əlinin içi var, barmaqları var və ikinci əli də sağdır. Bu barədə danışdıq və sizə söz verdik ki, biz 10 dənə ayəni bir-bir araşdıraq. Lakin biz bu 10 dənə ayəni, yəni Allah təbarək və tealaya əli nisbət verən bu 10 ayəni araşdırmazdan və təfsir etməzdən öncə yaxşı olar ki, bir məsələyə toxunaq. Ki, bu da ola bilsin 2-3 veriliş və ya hətta çox çəksin. O da budur ki, görəsən biz ki, indi ayələri təfsir edəndə təvil edəcəyik. Görəsən, səhabələr, tabeinlər və əhl-i sünnənin məşhur tanınmış alimləri təvili qəbul edirlər və hər hansı bir ayəni təvil ediblərmi? Bu məsələyə toxunmaq istəyirik. Gəlin birlikdə baxan və müqayisə edin. Və əlbəttə deyəcək ki, onlar istəyirlər cavab versinlər ki, burada təvil etməliyik, bəli. Adını təvil qoymurlar, deyirlər bu sözün lüğəvi mənasıdır, leksik mənası budur. Adını dəyişirlər, amma təvildir. Birinci oxuyacağım ayə Qələm surəsinin 42-ci ayəsidir ki, Allah təbarək və teala o ayədə buyurur: Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Yevme yukşafu an saqin və yud'auna ilə's-sucudi fəla yestati'un. O gün yukşafu an saq, indi məna edəcək yukşafu an saq. Saqlar açılacaq, saq açılacaq və səcdiyə dəvət olunacaqlar və edə bilməyəcəklər. Qələm surəsinin 42-ci ayəsi. İlk öncə bəzi əhl-i sünnə alimlərinin nəzərini bu ayə ilə bağlı oxuyaq, daha sonra qaydaq İbn Baza və bəzi vəhhabilərin bu barədə, bu ayə barəsində dediyi sözlərə. Deməli, bu oxuyacağım məsələ İbn-i Cəvzidəndir. İbn-i Cəvzi 6-cı əsrdə yaşayıb, İbn Həcər Əsqalani də elə 9-cu əsrdə yaşayıb. İkrəmədən, o da İbn Əbbasdan nəql edir ki, ayənin təfsiri belədir. Yevmə yukşafu an saq, yəni işlər çətinləşən zaman, qorxulu olan zaman. Deməli, burada kinayədir, təvil ediblər. Saqın mənası, yəni baldır. Yukşafu an saq, yəni baldırın açılacağı gün. Əgər istəsək lüğəvi mənasını verək, budur. Amma yukşafu an saq xüsusi bir dənə quruluşdur və kinayədir, ya istiarədir nə üçün? İşin çətinləşir. Yəni iş çətinləşəndə deyirlər ki, yukşafu an saq, yəni işlər çətinləşdi. Və İbn Həcər və Nəvəvi ki, o da 7-ci əsrdə yaşayıb, bəzi elə bu məsələni qəbul edirlər və Nəvəvi hətta bir neçə dənə ərəb dilindən məşhur misallar gətirir ki, orada saq sözü istifadə olunub və mənası da işin çətinləşdiyi mənasını daşır. Yəni, məsələn, belə bir şey gətirir Nəvəvi, deyir ki, qamətil hərbu əla saqid. Yəni, hərb baldır üzərində quruldu. Yəni, müharibə qızışdı, çətinləşdi, şiddətləndi. Deməli, buradan məlum olur ki, saq biz dediyimiz o baldır mənasında başa düşülməli deyil. Bunu harada deyiblər? Bəzi digər nümunələr də gətirir. Məsələn, qamətil hərbu bina əla saqin ki, ərəblər deyir, bunu çox istifadə edir. Fəthül Baridə İbn Həcər Əsqalani, Əl-Minhac, Şərh-i Səhih Müslim ibn Həccazın şərhi, kitabının şərhi ki, bunu Nəvəvi yazıb, 3-cü cild səhifə 27 və 28. Siz özünüz də gördünüz, hətta İbn Cərir Təbəri nisbət verir. Mən İbn Cərir Təbəridən oxuyum. Deyir ki, əksər əhl-i sünnə, deyək ki, çoxu da, yəni əhl-i sünnənin sevilən alimlərindən biridir. Əksər əhl-i sünnə Təbərini sevirlər. Hətta vəhhabilər gəlib deyir ki, əgər istəyirsən təfsir kitabı oxumaq istəyirsənsə, Təbərin kitabına müraciət elə. Bir nömrəli kitabdır Təbərinin təfsiri. Orada deyir ki, səhabələrin çoxu
və tabiinlərin çoxu bu ayəni bu cür məna ediblər. Yəni işlər çətinləşəcək zaman. Yəni qiyamətin çətinliyinə işarədir ki, qiyamət günü çətinləşəcək işlər. Yevmə yukşafu an saq, yəni iş çətinə düşən zaman. Bunu oradan və hətta bəzi rəvayətlər nəql edir, nə qədər adamdan burada gətirir. Sahabələrdən, tabiindən, məsələn, Zəhhaqdan, Səid ibn Cübeyrdən, Mücahiddən, İbn Zərihdən, Səlmət ibn Kəhildən, Qətadədən, İbrahimdən və Muaviyyə ibn Salihdən və İkrəmədən nəql edir bunları. Bunu öz kitabında 23-cü cild səhifə 554 və 559-da işarə eləyib ki, yəni və şahidlər gətirir ki, bəli, bu o mənanı verir. İndi aydın oldu bizə, yəni əhl-i sünnənin demək o tanınmış alimləri bu ayəni bizim başa düşdüyümüz kimi başa düşüblər. İşlər çətinləşən zaman və ərəbdə bunu istifadə edir. Gəlin birlikdə İbn Bazın saytına müraciət edək. İbn Bazdan sual edirlər ki, bir dənə tələbə sual edir. Deyir, ma huvel haqq fi təfsir qavlihi ta'ala yevmə yukşafu an saq və yud'auna ilə sudud fəla yestati'un. Bunu necə təfsir eləyək? Yəni doğru nəzər nədir, haqq nəzər nədir bunun təfsirində? Cavab verir ki, Həzrət Peyğəmbər deyir bunu eləyib, təfsir eləyib. Yəni digər rəvayətdə istinad edirlər ki, o rəvayətdə gəlib ki, yevmə yeciur Rabb yevməl qiyamə. Baxın, qiyamət günü bunlara görə qiyamət günü Allah təbarək və təala gələcək və öz bəndələri üçün baldırlarını asacaq və bu bir əlamətdir, nişanədir ki, əvvəl tanımayacaqlar Allah təbarək və təalanı. Deyəcəklər, Allah təala buyuracaq ki, məni tanıdınız mı? Onlar deyəcək ki, xeyr, tanımadıq. Və Allah təala indi nə geyinib bilmirəm, çəkəcək onu yuxarı və baldırını görəcəklər, hamısı səcdəyə düşəcəklər. Yəni, əlamətdir, nişanədir ki, baldırınla Allah təbarək və təalanı tanıyacaqlar. Bu cür məna ediblər ki, deyir, bəli, burada şeydir. Amma bəs o işin çətinləş düşdüyü mənası deyir, yox, o deyil. Düzdür, ərəb dilində istifadə olunub, amma o nəzərdə tutulmur. Və həmçinin müraciət eləyirik islamweb.net saytına ki, onların məşhur saytlarından biridir. Orada da bu məsələyə işarə edir ki, burada bu ayə ilə biz sübut edir ki, Allahın zatı bir sifəti də var. O da saq sifətidir, baldır sifətidir. Yəni Allahın necə elm sifəti var, qüdrət sifəti var, bir sifəti də baldır sifətidir. Ki, və qiyamətdə Allah öz baldırını insanlara göstərəcəklər. Əlbəttə, hər kəs onları görməyəcək və möminlər deyəs görəcəklər və səcdiyə düşəcəklər. Baldırı ilə Rəbblərini tanıyacaqlar. Təsəvvür edin ki, yəni söz tapa bilmir həqiqətən. Allahın baldırı var, amma özünə məxsus baldırdır da. Məsələn, deyək ki, bir nəfərin ya bir kişinin baldırı varsa özünə məxsusdur, amma Allahın baldırı özünə məxsus baldırdır. İndi siz bu ikiliyi gördünüz, fərqli yanaşmanı gördünüz ki, Əhl-i Sünnə alimləri, Nəvəvi, İbn Həcər Əsqalani və digərləri, hətta İbn Cərir Təbəri də özü də nə qədər rəy gətirib bu barədə. Əlbəttə, kitabın ikinci hissəsində deyir ki, bu təfsirə də işarə edir, bu təvilə də işarə edir, amma gördüyünüz kimi əks deyir ki, səhabələr, bir çox səhabələr və tabeinlər bu mənanı başa düşüblər. İndi siz özünüz qəzavət eləyin. Bunu nə üçün dedik? Buna görə dedik ki, bəli, Əhl-i Sünnə alimlərindən həm sahabələr, hələlik sahabələr araşdırırıq, həm tabeinlər təvil ediblər. İnşallah növbəti çəkilişlərimizdə Əhl-i Sünnə tabein və sahabələrin və həmçinin Əhl-i Sünnə alimlərinin digər təvillərinə də biz işarə edəcəyik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkət.